Salam əziz şagirdlər. 7-ci siniflərin fizika dərsliyindən 6.6 lampaların ardıcıl və paralel birləşdirilməsi başlığının suallarına baxırıq. Səhifə 59-dur, bunu da qeyd edim. Birinci sualda birinci ümumiyyətlə oxusaq, Azər müqavimətləri bərabər olan iki lampanı cəryan mənbəyinə iki fərqli üsulla birləşdirdi. O, cəryan mənbəyinin eyni olmasına baxmayaraq lampaların parlaqlığının fərqli olduğunu müşahidə etdi. Birinci sualda bildirir ki, baxın bu hissədə bizə bildirir ki, lampalar necə birləşdirilib. Baxırıq, birinci A variantında olan birləşməyə baxsaq, lampalar ardıcıl birləşib. Bir-birinin ardınca birləşib. B variantında olan lampaya isə baxsaq, bir-birinə paraleldir. Necə bilirik? Biri yuxarıdan keçir, biri aşağıdan. Paralel, düz xətlər kimi bənzədə bilərik. Deməli, birinci sualın A variantında nə yazırıq? Lampalar ardıcıl birləşdirilib. B variantına baxsaq, lampalar paralel birləşdirilib. Lampaların parlaqlığının fərqli olmasının səbəbi nə ola bilər? Parlaqlığın fərqli olmasına səbəb odur ki, burada fikir versək, ardıcıl birləşmədə cəryan mənbəyindən gələn enerji lampalar arasında bölüşdürülür. Yəni, bu hissədən fikir versək, birinci və ikinci lampa üçün bölüşdürülür. Amma bu paralel birləşdirmədə isə cəryan mənbəyindən gələn enerji hər iki lampaya bərabər paylanır. Nə yazırıq? Deməli, ikinci ardıcıl birləşmədə cəryan mənbəyindən gələn enerji lampalar arasında bölüşdürülür. Paralel birləşmədə bu hal fərqlidir. Fərqi nədir şagirdlər? Baxaq, paralel birləşmə ilə ardıcıl birləşmənin fərqi odur ki, baxın, burada ardıcıl birləşmədir. Tutalım ki, buradan qələm seçək, buradan cəryan keçir və birinci lampa sıradan çıxıb. Birinci lampa sıradan çıxıbsa, burada artıq ikinci lampa yanmayacaq. Və yaxud da ki, paralel birləşməyə baxsaq, paralel birləşmədə bu lampanın özü və aşağıdakı lampanın özü mənbəyə müstəqil şəkildə qoşulub. Yəni, aşağıdakı lampa sıradan çıxsa, yuxarıdakının heç bir aidiyyəti yoxdur. Və yaxud aşağıdakı lampa 20 volt gərginlik götürürsə mənbədən, yuxarıdakı da özünə uyğun bir gərginliyi götürmüş olacaq. Yəni, ayrı-ayrılıqda qoşulurlar. Fikir veririksə, baxın, paralel birləşmədə hər ikisinin mənfisi ayrı-ayrılıqda özü üçün götürür. Buradan da müsbətini ayrılıqda özləri götürürlər. Gələk növbəti sual. Ardıcıl birləşdirilmiş lampalarda cəryan. Qalvanik element 2 ədəd lampa, birləşdirici naqillər, 3 ədəd ampermetr açar. İşin gedişatını yazıb və müzakirə edin hissəsində bildirir ki, birinci hissədə, burada birinci sualda, dövrədəki elementlər necə qoşulub? Şəkilə fikir versək, dövrədəki elementlər bir-birinə ardıcıl qoşulub. Sonra, ampermetrin göstəricisi bir-birindən fərqlidirmi? İkinci suala cavab versək, ampermetrin göstəricisi bir-birindən fərqlidirmi? Xeyr. Çünki ardıcıl birləşmədə cəryan şiddətləri eyni olur. Lampalardan biri dövrədən çıxardıqda nə baş verdi? Lampalardan biri sıradan çıxarsa əgər, digər lampa və yaxud lampalar artıq çalışmayacaq, yəni sönəcək. Nə baş verdi yazıb? Bir lampa sıradan çıxdıqda, digər lampa da sönəcək. Səbəbi dövrənin açıq olmasıdır. Dövrənin açıq vəziyyətə gəlməsidir.
Səhifə 61-də qeyd edir ki, müzakirə edin hissəsinə baxırıq. Burada bildirir ki, ampermetrin göstəriciləri arasında hansı münasibət var? Yəni buradakı sxemdəki ampermetrin göstəriciləri arasında. Yaxınlaşdırıb bura baxırıq. Baxırıq ki, nə var? A1 və A2 ampermetri paralel qoşulub, A ampermetri isə şaxələnmədən öncədir. Demək ki, I bərabərdir buradakı cəryan şiddəti, bu I1, bu isə I2. I bərabərdir I1 üstəgəlsin I2. Şaxələnmədən öncəki cərəyan şiddəti şaxələnən hissədəki cərəyan şiddətlərinin qiyməti cəminə bərabərdir. Cərəyan şiddətinin qiymətləri cəminə bərabərdir. Qiymətləri cəminə bərabərdir. İkincidə bildirir ki, lampaların biri dövrədən çıxarıldıqda nə baş verdi? Lampalardan biri sıradan çıxarsa, bundan əvvəlkindən fərqli olaraq bu sualda sönməyəcək. Tutalım ki, lampalardan biri sıradan çıxdı. İkinci sual, lampalardan biri sıradan çıxarsa, digər lampa sönməz. Səbəb budur ki, lampalar dövrəyə müstəqil qoşulub. Deməli, səhifə 62-də bu hissədə olan suallara baxsaq, birinci və ikinci suala. Deməli, birinci sualda bizə nə bildirir? Bildirir ki, paralel birləşdirilmiş lampaların sayı artdıqca dövrədəki ümumi müqavimət necə dəyişər? Paralel birləşmə zamanı ümumi müqavimət R bərabərdir R1, R2 üstəgəlsin R2 düsturu ilə hesablanır. Baxdığımız üzrə şəkildə müqavimətlər eynidir və paralel birləşmə zamanı R paralel bərabərdir sayına bölürük. Yəni R bölünsün N. Lampaların sayını artırdıqca, yəni burada say artdıqca başlayacaq nə eləməyə? Müqavimət azalmağa. Yəni belə deyək də, bir lampanın müqaviməti 5 ohmdur, ya da ki 50 ohmdur. Biri var ki, dövrəyə bir lampa, tutalım ki, bu lampanın müqaviməti R bərabərdir 50 ohmdur. 50 ohmdur. Biri var bir lampa qoşasan dövrəyə, bir də var ki 10 dənə belə lampa qoşasan. Yəni 10 dənə belə lampa qoşanda yekun müqavimət olur 50 bölünsün 10. Yəni nə oldu? 10 dəfə başladı azalmağa. Müqavimət azalacaq. İkinci sualda bildirir ki, şəkildəki dövrələrdə lampaların ümumi müqavimətinin nisbətini hesablayın. Baxaq, birinci ardıcıl birləşmədir. Baxın, bu hissəyə fikir versək, burada ardıcıl birləşməni görürük. İkinci şəkildə isə paralel birləşməni görürük. Ardıcıl birləşmədə R ardıcıl bərabərdir R vurulsun N-dir. Yəni ki, 2 vurulsun R, 2R oldu. R paraleldə, sağ tərəfdəkində, buradakında paraleldə 2 lampadır və R bölünsün 2. Bizə deyir ki, R1-in R2-yə nisbəti. Yəni ki, 2R'in R bölünsün 2-yə nisbəti. Bu da tərsinə fırlandı. 2R, 2 çıxdı yuxarı, R düşdü aşağı. R'lər getdi, qaldı neçə? 4. Nisbət etdi 4. Üçüncü suala baxsaq, sxemə əsasən R müqavimət lampanın uclarına birləşmiş V1 voltmetrin gərginliyi 10 voltdur. R müqavimətli lampanın, burada müqavimətin gərginliyin qiyməti 10 voltdur. Dövrənin ümumi müqaviməti dövrənin ümumi müqavimətini R ilə ifadə edin. Sonra voltmetrin göstəricisi nəyə bərabərdir? Baxaq. Deməli, A variantına fikir versək, deyir ki, ümumi müqavimət ardıcıl birləşdiyini görürük. Bundan əvvəlki sualda izah etmişdik ki, 1 və 2-ci sualdaydı. İzah etdik ki, ardıcılda nə olur? Sayına vuracağıq. 2 eyni müqavimətli lampa birləşdirildiyi üçün 2 vurulsun R düsturu ilə tapırıq. Və B variantında, yəni A variantına cavabımız 2R oldu. B variantında bildirir ki, voltmetrin göstəricisi nəyə bərabərdir? Baxaq uşaqlar. Burada R müqavimətli, burada da R müqavimətli. Yəni müqaviməti eyni olan 2 lampa qoşulub sxemə və ardıcıl birləşmədə cəryan şiddətləri I-dir.
Cəryan şiddətləri i olduğu üçün U1-i yazsam, nə yazıram? I vurulsun R. Mənə deyir ki, bunun qiyməti, yəni V1 voltmetrin göstəricisi 10 voltdur. Yazıram I1 bərabərdir I vur R. Daha doğrusu U1 bərabərdir I vur R. Bu da 10 voltdur. Ardıcıl birləşmədə nədir şagirdlər? Yekun gərginlik gərginliklərin cəminə bərabərdir. Yəni 10 üstəgələk 10. Bu da edir 20. Yəni bunu niyə belə yazdıq? Burada 10 voltdursa, burada da hökmən 10 voltdur. Çünki cəryan şiddəti və müqavimət hasilindən bu nəticəyə gəlib çıxır. Bir də qeyd edək ki, paralel birləşmədə ardıcıldan fərqli olaraq gərginliklər eynidir. Bu ardıcıldır, ola bilər sizin qarşınıza paralel birləşmə çıxsın, o zaman gərginliklər eyni olacaq. Sonra keçək növbəti suala. Nə bildirir burada? Öyrəndiklərinizi yoxlayın. Gələk öyrəndiklərimizi yoxlamağa. Düzgün olan ifadəni seçin və cavabınızı əsaslandırın. Elektrik açarı işlədicilərə elektrik açarı dövrəyə ardıcıl qoşulur. Yəni cavab A variantı olacaq. Ardıcıl qoşulur. Səbəb nədir buna? Çünki belə deyək, məsələn, hansısa bir sxemi qurmuşuqsa orada açarı ardıcıl qoşmaq lazımdır ki, rahatlıqla sxemi, daha doğrusu sistemi cəryandan ayıra bilək. Ardıcıl qoşulur. İkinci, daha doğrusu belə deyək, cavabınızı əsaslandırın hissəsində deyək ki, ardıcıl qoşulması nəticəsində ardıcıl qoşmaqla işlədiciləri dövrədən ayırmaq olar, və yenidən qoşmaq olar. Yenidən dövrəyə qoşmaq olar. İkinci sualda bildirir ki, bizə lampaların ardıcıl və paralel birləşməsində ümumi müqavimət necə hesablanır? Deməli, ardıcıl birləşmədə R ardıcıl bərabərdir R1 üstəgələk R2. Paralel birləşmədə R paralel bərabərdir hasilin cəmə nisbəti R1 üstəgələk R2. Üçüncü suala keçid alsaq, gərginlikləri bərabərlənən cəryan mənbələrinə şəkildəki kimi 2 lampa birləşdirilmişdir. Cəryan şiddətlərinin nisbətini hesablayın. Birinci dövrədə lampalar paralel birləşdirildiyində I2 bərabərdir U bölünsün. Paralel birləşmədə müqavimətlər belə deyək, sayına bölünür. U bölünsün R bölü 2 yazırıq və tərsinə çevrilir 2U bölünsün R. Daha doğrusu bu birinci sxemdir. İkinci sxemə baxsaq, olacaq U bölünsün, ikinci sxemdə ardıcıl birləşmədir, bölünsün 2R. Və bizə deyir ki, ikincinin birinciyə nisbəti I2 bölünsün I1. I2-ni biz tapmışıq, 2U bölünsün R vurulsun. U düşdü aşağı bu hissə və 2R çıxdı sürətə. U'lar getdi, R'lər ixtisar getdi, qaldı 4. Nisbətimiz etdi 4. Dördüncü sualda bildirir ki, müqaviməti 30 və 60 olan lampalar ardıcıl və paralel birləşməsindən alınan müqaviməti nisbətini hesablayın. R ardıcıl bərabərdir R1 üstəgəlinsin R2. Bu da edir 30 üstəgəlinsin 60, 90, 10. R paralel bərabərdir R1 R2, R1 üstəgələk R2. Bu da olacaq 30 vur 60 böl 30 üstəgələk 60. 1800 bölünsün 90. Bu da edir 20, 10. Nisbətini tapsaq, R ardıcılın R paralelə nisbəti, bu da olur 90-ın 20-yə nisbəti. 9-un 2-yə, bu da edir 4/5. İzlədiyiniz üçün təşəkkürlər.